Herkese salam. Mən Namazla parka gəlmişəm. Bəli, düz eşitdiniz. Biz bugün Raufla Zooparka gəlmişik. Bilirsiniz ki, mən Zooparkda bir ay müddətində könüllü iştirak eləmişdim. Necə deyərlər, hər yerdə bir anım olduğuna görə anılarım gözümdə canlandı. Elə də bir dəyişiklik yox idi Zooparkda. Yəni qardaşım gəldi, gördü və o da çox xoşbəxt oldu. Hələ siz bunun Aslanı çağırmağına baxın. Qardaşım Zooparka gələndə biraz olsun onda anlayış yox idi, amma indi gördüm ki, daha da gözəl anlayır və özü artıq heyvanları tanıdığına görə mənə özü göstərir ki, bu hansı heyvandır, bu hansı heyvandır. Ay biz onlar. Sizin yanınızda mənim nə qədər günlərim keçib. Bir də gördük pələng şüşə tərəfdə gəzir. Dedik ki, bu anı qaçırtmayaq, Raufa da göstərim. Bu sevindi, həmçinin məndə. Sonra da dəvələri, yırtıcı quşları da gördük. Həqiqətən də burada yaşadığım bir ay könüllü müddəti mənim üçün çox möhtəşəm idi. Yəni təsəvvür edin, burnumun ucu görünüyordu Zoopark üçün. Və gəldim, həqiqətən də çox sevindim. Bir növ mənim üçün terapi kimi idi. Dostlar, Raufdan soruşaq görək Zooparkı bəyəndi yoxsa yox? Bəyəndim. Bunu da razı saldığımıza görə qardaşımı McDonald's-a da apara bilərəm. Yeməyimizi yedik, doyduq, sonra da evə getdik. Videomu izlədiyiniz üçün hər bizə təşəkkür edirəm. Kanalıma abunə olub like atmağı unutmayın.